Bugün danışırıq deməli modal sözlər. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Modal sözlər deməli quruluşsa sadə və mürəkkəb olur. Sadələrdə bir kök, mürəkkəblər iki sözdən ibarət olur. Məsələn, düzü, doğrusu, görünür, bunlar sadə. Təbii ki, gərək ki, güman ki, olsun ki, bunlar mürəkkəb modal sözlər sayılır. Modal sözlərdə sözə bitişik yazılan modal sözümüz yoxdur. Modal sözündən böyük özəlliyi əvvəldə gələndə özündən sonra, ortada gəlsə hər iki tərəfdən, sonda gəlsə özündən əvvəl vergül işarəsi qoyular. İstisna, bənzətmə, müqayisə bildirən modal sözlərdə vergül qoyulmaz. Bunlar hansılardır? Sanki, elə bil, elə bil ki, bir də güya. Bunlar bənzətmə, müqayisə bildirir. Bunlar istər əvvəldə, istər ortada, istər sonda gəlsə heç vaxt vergül qoyulmur. Yerdə qalan bütün modal sözlər əvvəldə gəlsə özündən sonra, ortada gəlsə hər iki tərəfdən, sonda gəlsə özündən öncə vergül işarəsi qoyulur. İndi isə gəldik modal sözün növlərinə. 6 növü var, bir-bir yazaq. Deməli, varımızda təsdiq bildirənlər. Təsdiqin ikinci adına yəqinlik bildirənlər də deyirik. Təsdiq, yəqinlik fərq eləmir. Bunlar hansılardır? Doğrusu, düzü, daha sonra əlbəttə, təbii ki, həqiqətən, şübhəsiz, şəksiz, və s. Düzdür, doğrudur, düzü, doğrusu. İkinci gəldi, güman, şübhə bildirənlər. Güman və ya şübhə. Bunlar hansılardır? Gərək ki, olmaya, olsun ki, demə, görəsən, deyəsən, bəlkə, bəlkə də. Üçüncü, bənzətmə, müqayisə bildirənlər, az öncə yazdıqlarımız. Bənzətmə, müqayisə. Bunlar deməli hansılardır? Sanki, elə bil ki, bir də güya. Dördüncü, təəssüf bildirənlər. Təəssüf, əfsus, heyf. Bir də bunların yanında ki də ola bilər. Heyf ki, təəssüf ki, əfsus ki. Sonra fikrin mənbəyini bildirənlər. 5-ci. Bunlar hansılardır deməli? Məncə, səncə, zənnimcə və fikrimcə. Bunlar da fikrin mənbəyini bildirənlər. Qaldı nəticə, ümumiləşdirmə bildirənlər. Bunu da yuxarıdan yazaq. Altıncı, nəticə, ümumiləşdirmə bildirənlər.
sözlər deməli hansılardır? Deməli, ümumiyyətlə, nəhayət, xülasə, qərəz, əlqərəz, müxtəsər, bunlar da deməli qısası da var idi, qısası olur, nəticə ümumiləşdirmə bildirənlər. Deməli, təsdiq bildirənlər düzü, doğrusu, düzdür, doğrudur, həqiqətən, təbii ki, sözsüz, şübhəsiz, şəksiz, düzdür, doğrudur, güman, gərək ki, görünür, ehtimal ki, bəlkə, deyəsən, görəsən, güman ki, olsun ki, olmaya, bənzətmə, sanki, elə bil, güya, elə bil ki, təəssüf, təəssüf, təəssüf ki, əfsus, əfsus ki, heyf, heyf ki, fikrin mənbəyini bildirənlər. Məncə, səncə, fikrimcə, zənnimcə, nəticə ümumiləşdirmə bildirənlər, deməli, nəhayət, qərəz, əlqərəz, müxtəsər, beləliklə, ümumiyyətlə. Daha sonra gəldim modal söz və digər nitq səs kimi işlənən sözlər. Bunlara bir-iki nümunə deyək, deməli. Xülasə, nəhayət, bunlar isim də ola bilir, yerinə görə modal söz də ola bilir. Məsələn, əsərin xülasəsi yazıldı. Burada isim. Bir də deyirik ki, xülasə, yığışın gedirik. Burada modal söz mövqeyində işlənir. Yaxud da nəhayət. Bir işin nəhayəti, yekunu mənasında isim. Nəhayət, mən səninlə razılaşdım. Burada modal söz. Modal söz olsa özündən sonra vergül qoyular. Bəziləri həm sifət, həm modal söz olur. Məsələn, şübhəsiz, şəksiz, sözsüz, düzü, doğrudur. Bunlar modal sözdə olur yerinə görə. Yerinə görə sifətdə olur. İşlədək, baxaq, şübhəsiz insan. Necə insan? Sifət, şübhəsiz. Bu iş yaxşı alınacaq. Burada modal söz. Şəksiz insan. Necə insan? Sifət. Şəksiz, mən səninlə razıyam, məsələn. Burada modal söz. Sözsüz insan, necə insan? Sifət. Sözsüz bu işlər yaxşı olacaq. Burada modal söz. Düzü. Düzü birlikdə getməyə razılıq vermirəm. Burada modal söz. Bir də deyirəm ki, düzü danış, yəni sözün düzünü danış. Burada olacaq deməli sifət kimi. Doğrudur. Dediyin sözlər doğrudur, sifət. Doğrudur. Deyilənlər hamısı təsdiqini tapdı, modal söz. Yenə modal söz o sözündən sonra vergül işarəsi qoyular. Sonra feil və modal söz kimi işlənən sözlərimiz var. Deyəsən sözüdür, görünür sözüdür. Görəsən. Deməli, bir də olmaya. Bunlar da yerinə görə modal söz və ya feil olur. Deməli, bu sözləri ona deyəsən.
Burada feil. Deyəsən işlərin yaxşı getmir. Modal söz. Uzaqdan dağlar görünür. Feil. Görünür, mənimlə razılaşmırsan. Modal söz. Gedib yaxınlarını görəsən. Feil. Görəsən işləri necə gedir. Modal söz. Məlumatları ona demək. Feil. Demək, bizə gəlmirsən. Modal söz. Olanları gedib demə. Feil. Demə, arxamdan iş çevirirmiş. Modal söz. Məsələn, bu işləri ona deməlidir. Feil. Deməli, bizə qonaq gələcək. Modal söz. Kaş bunlar olmaya. Feil. Olmaya başına nələr gəlib. Burada modal söz. Bir də qoşma və modal söz kimi işlənən sözlər var. Məncə, səncə, bir də əsasən. Əsasən. Yerinə görə qoşma da olur. Yerinə görə modal söz də olur. İsimin halına qoşulubsa, qoşma. Sərbəst işlənibsə modal söz. Vergül qoyulubsa modal söz, qoyulmayıbsa qoşma. Məsələn, deyirəm ki, verilənlərə əsasən doğru cavabı tapdı. Burada verilənlərə əsasən qoşma. Hala qoşulub. Bir də deyirəm ki, məsələn, sifət cümlədə əsasən təyin olur. Burada əsasən modal söz, vergül qoyulur. Məncə sən yaxşı bilmirsən. Burada mənə görə sən yaxşı bilmirsən. Əvəzləyə bilirəm. Əgər məncənin yerinə, səncənin yerinə, mənə görə, sənə görə, mən qədər, sən qədər qoya bilirəmsə, qoşma. Qoya bilmirəmsə, modal söz. Məsələn, deyirəm ki, nə deyə bilərik məsələn? Məncə bu belə doğrudur. Burada elə modal söz kimi gedər. Amma desə ki, bu dərsi heç kim məncə çalışmadı. Mənim kimi, mənim qədər çalışmadı. Modal söz olsa onsuz da vergülü qoyulacaq. Modal söz olmasa, qoşma olsa vergül qoyulmayacaq. Əgər sual verilsə ki, bunların hamısı amonim sayılırmı? Hamısı sayılmır. Məsələn, xülasə sözüdür, müxtəsər sözüdür. Bunlar iki məna versə də amonim sayılmır. Çünki bunlar vurğu fərqi var. Əsərin xülasəsi vurğu sona düşür. Xülasə modal söz kimi işləndə vurğu əvvələ düşür. Vurğusuna görə dəyişən sözlər də amonim sayılmır. Daha sonra nidadan kiçik bir izahımız var. Deməli, nida nəyə deyilir? Nida hiss və həyəcan bildirir. Danışan ifadə etdiyi fikrin hiss və həyəcanını bildirir. Nidalar da quruluşsa sadə olur, mürəkkəb olur. Demişik, heç bir köməkçinin hissəsi düzəltmə ola bilmir. Nidalardan bitişik yazılan yoxdur. Nidalar ayrı və ya defislə yazılır. Deməli, məsələn, ay aman, ay haray, bunlar ayrı yazılır. Bəh-bəh, vay-vay, bunlar defislə yazılır. Nidanın növlərindən o qədər də önəmli deyil, testlərdə qarşımıza çıxmır. Məsələn, qorxu, narahatlıq bildirənlər vay, of, ah, oy, uy. Şadlıq, sevinç bildirənlərə urra, bəh-bəh, oho, aycan, paho. Çağırış, hey, ey, ah. Daha sonra qəm-kədər, ah, of, uf. Nifrət, tfu, xo, pa. Bunlar da deməli nifrət, istehza bildirir. Nidalar dedik ki, sözlər adətən ayrı yazılır. Vergül məsələsi modal sözdə olduğu kimidir. Əvvəldə gəl sözündən sonra, ortada gəlsə hər iki tərəfdən, sonda gəl sözündən əvvəl vergül qoyular nidalarda. Nidalarda amonimlik məsələsinə gəldikdə əsas önəmli olan odur. Məsələn, ay, vay, oy, uy, hey, daha sonra ah,
Başqa hansı nidalarımız var idi? Uy dedik, oy dedik. Hey, a. Bunlar deməli amonim nidadır. Deyəsən hamısını demişik. Ha, bir də ax. Aman nedir aman? Aman yox. Bir də ax var. Bunları işlədək. Məsələn, ay sözü isim kimi, göydəki ay. Bir də deyirik ki, məsələn, ay uşaq, bura gəl. Burada nida kimi. Vay, evə vay düşdü, isim kimi. Vay, vay, ev yanır, nida kimi. Oy, gözlərinə oy, feil kimi. Oy, əlimə tikan batdı, nida kimi. Uy, ağlına uymaq, feil kimi. Uy, başına nələr gəlib, feil nida kimi. Hey, hey 3 nitq hissəsi olur. Deyirəm, hey, bura gəl. Burada nida. Hey bizə gəlir, yəni hər gün bizə gəlir. Burada zərf. Heyim qalmayıb, taqətim, gücüm, qüvvətim mənasında. Burada da isim. Ah, ahın dağlara isim. Ah, necə kef çəkməli əyyam idi. Burada nida kimi. Su axır, feil. Ah, başına nələr gəlib. Burada da nida. Bu nidalar amonim nidalar sayılır. Nidalardan ya da amonim nida sayılır. Bunu da deyim. Ya da bağlayıcı ilə amonim olur. Məsələn, ya sən gəl, ya mən gəlim. Burada bağlayıcı. Ya Allah. Burada, məsələn, ya Əli. Burada nida kimi işlənir. Amonim sayılır. Çağırış nidalarında məsələn, ay uşaq, ay aman. Burada ikisindən sonra vergül qoyulur. Bir dənə ey nidası xitabla işlənəndə tək də işlənər, xitabla da işlənər. Eydən sonra da qoyula bilər. Eydən sonra gələn sözdən sonra da qoyula bilər. Məsələn, ey, cavan oğlan, hara tələsirsən? Burada xitab gəlib, eydən sonra qoyular. Bir də, məsələn, xitab kimi işlənməsə, ey cavan oğlan. Burada ey də qoşulub, sonra xitab olub. Ey cavan oğlan. Burada cavan oğlandan sonra qoyular. Deməli, nidalar da dedik, hissəyəcən bildirdi. Bütün köməkçi nitqsələrin yekunu olaraq heç bir köməkçi nitqsəsi suala cavab vermədi. Bir dənə qoşma qoşulduğu sözlə birlikdə suala cavab verdi. Heç bir köməkçi nitqsəsi cümlə üzvü olmur. Qoşma qoşulduğu ilə birlikdə cümlə üzvü ola bilir. Köməkçilərdən qoşma yalnız sadə, bağlayıcı sadə, mürəkkəb, ədat yalnız sadə, modal sözlər nida sadə, mürəkkəb olur. Heç biri düzəltmə ola bilmir. Qoşma mənaları yaratdı, bağlayıcı cümlə sözlər arasında əlaqə yaradır, ədat təsir gücünü artırır, modal söz danışan ifadə etdiyi fikrə münasibət bildirir, nida da danışanın hiss və həyəcanını bildirir. Bu da bizim köməkçi nitq hissələrimiz. Müəllimə, dediniz ya